العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين على نبينا Muhammed وعلى آله وصحبه ecmaîn. Rabbimize şükürler olsun. Uca Allah'ın salamı, salavatı Peygamberimiz sallallahu aleyhi ve sellem, onun ehli beyti, əshabların üzerine olsun. Allah Teala bu meclisimizi xeyirli, bərəkətli eylesin. Allah Teala günahlarımızı bağışlasın. Elm meclisinin sonunda günahlarının bağışladığı kulların sıralarına bizi daxil eylesin. Çünkü elm meclisi meleklerin meclisidir. Elm meclisinde Allah Teala kullarının günahlarını bağışlayar ve kulları ile, bendeleri ile melekler önünde fəxr eləyər. Yani yegane meclisdir ki, elm meclisi ki, Allah'ın sevdiği, meleklerin sevdiği. Ona göre de orada iştirak eləmək bu böyük bir fürsətdir. Günahların bağışlanması üçün, derecelerin artması üçün Rabbimize həmd olsun. Uca Allah da günahlarımızı bağışlasın. Allah Teala bizleri dergahında, melekler önünde fəxr ettiği kullarından eylesin. Yani insan dünyada, hayatta müxtəlif hadisələrlə karşılaşır. Yani hayat belədir yani. Ama bir şey vardı ki, eğer mümin, Allah'a inanan bu dünyada xoşbəxt olmaq istəyirsə, bu dünyada daimi rahatlıq içərisində olmaq istəyirsə, Allahla ünsiyyətinə diqqət eləmə. Əl-unsu billah. Allahla ünsiyyət. Herkes deyə bilər ki, hər bir insan Allahla ünsiyyət qurur. Ama elə deyil. Allahla ünsiyyət sadəcə çətin anda deyil və yaxud da ki, sıxıntı anında deyil. Allahla ünsiyyət müminin həyatı boyu en çok arzuladığı, diqqət etməsi üzerine düşen əməllərdən birisidir. Allahla ünsiyyət, yani daima Allahla ünsiyyətdə olmaq gün ərzində. İstər namaz olsun, istər zikir olsun, istər yaxşı əməllər olsun. Və həmçinin Allahla ünsiyyətdə olan insan kimdir? O ki, Allah Taala'nın adlarını və sifətlərini bilir. Allah'ın ucalığını bilir. Allah Teala Kur'an-ı bizlere özünün ucalığını, böyüklüğünü, əzəmətini bildirir. Öz adları ve sifətləri vasitəsilə, bir de öz feilləri vasitəsilə. Allah Teala buyurur ki, məyər onlar başlarını qaldırıb səmalara baxmırlarmı? Yani Allah Teala bunları necə yaradıb əzəmətli, qüsursuz yaradıb. Yani Allah Teala'nın yarattıqlarına insan təfəkkür, düşünce sahibi olanda, düşünəndə, necə ki Peygamberimiz sallallahu aleyhi ve sellem səhərə qədər düşünərdi, ağlayardı, namaz qılardı. Ne diyerdi? Ey Rabbimiz, sen bu kainatı boş yere yaratmamışsan. O zaman insan Allah'la ünsiyyəti güçlü olur. Yani qəlbində Allah'ın böyüklüğünü hiss edəndə dünya onun gözündə kiçilər. Ahirət ise gözündə böyüyər. O zaman qəm, qüssə azalar, kədər yox olar. Kim Allah'la ünsiyyət qurarsa, o insan rahatlıq, sevinç içinde olar. Qəlbi açılar, qəlbi genişlənər. O zaman insanın qəlbində Allah sevgisi kök salar. Allah'ın gözəl adları və sifətləri onun daxilində yer tutar. Anlayar. Heç bir şey boş yere değil. Hər bir şey Allah'ın hikməti iləndir. O insan Allah'ın adlarını bilər, öyrənər. O adlar sifətlərlə yaşayar. Allah rəhimlidir, mərhəmətlidir, gözəldir, şəfqətlidir, kərimdir. Bu kimi diğer adlarla ne kadar Allah'ın böyüklüğünü, ucalığını qəlbində hiss ederse, o kadar Allah'a nedir? Yakın olacak. Yani Allah'a yakınlık hissi onun kulu için onunla ünsiyyət kurmak, onun kaygısı altında olmak, sevinci ve rahatlığı təmin edir. Hansı ki çoxları bu əzəmətli qəlbi ibadətdən yoxsuldurlar. Neye göre? Günahlara göre. Çünkü ne kadar insanın günahları çok olsa Allah Teala ünsiyyətdən Allah uzaklaştırır. Allahla ünsiyyət sebepsiz değil. Bu ibadetin neticesidir. Allah sevgisinin, məhəbbətin bəhrəsidir. Kim Allah'a itaat eder, onun əmirlərine tabi olar, onun qadağalarından çəkinərsə, qəlbində Allah sevgisi doğular. O zaman Allahla ünsiyyətin dadını duyar, o həzz alar, duası ve yalvarışı ile sevinç tapar.
İnsan var, görürsən ki, dua edərkən gözündən göz yaşları gəlir. Niyə? Bilir kimə dua edir. Əzəmətli Rəbbinə tam yəqinliklə inanaraq, mənim Rəbbim hər şeyə qadirdir. Qəlbində Allahın əzəmətini dərk edib. O Allah ki, bir şey ol deyəndə olur. Heç kimsə onu aciz qoya bilməz. Ona görə əgər sevgi bir insanın qəlbində kök salarsa, o insan həm salamat olar, həm də gecə namazlarına qalxar. Allahla ünsiyyətdən həzz alar. Allahla ünsiyyət insana onun verdiyi nemətlərə sevinmək, həmçinin onun verdiyi nemətlərə şükr etmək, onu zikr etmək, onun kəlamını eşidərək həzz almağın imkanı verir. İnsan Rəbbindən razı qalar, onun kitabına bağlanar və Peyğəmbərimizin buyruqlarına tabi olar. Bax, bu deməkdir Allahla ünsiyyət. Səbəbsiz yerə deyil, Allahla ünsiyyət. Mən Allahı sevirəm, amma əməllərim yoxdur. Günahların çoxluğu isə bu ünsiyyəti bulandırır. İnsanı Allahın razılığından və ona yaxınlıqdan uzaqlaşdırır. O kəs ki, Allahla qovuşmaq, onun razılığını qazanmaq istəyir, qəlbində və sinəsində cənnəti daşımaq istəyir, o zaman günahlardan çəkinməlidir. Allahdan razı qalmalıdır birinci dərəcədə. İnsanların çoxu Rəbbindən razı deyil. Niyə başıma bu hadisə gəldi? Niyə başıma fəlakət gəldi? Niyə filan kəs belədir, filan kəs belə deyil? Rəbbindən razı deyil. Sanki Rəbbinə təkliflər verir ki, belə olmalı deyil də belə olmalıydı. Hansı ki, yudabbirul əmr, bütün işləri idarə edən kimdir? Uca Allah-u Teala. Biz deyilik. Biz sabahı görə bilmirik, amma gələcəyi görən kimdir? Uca Allah-u Teala. Allahın razılığı ilə sevinç tapar, kamil olmağa çalışar. Mömin Allahla ünsiyyət edər, o zaman rahatlıq tapar. Onunla danışmadan, baxın, onunla danışmaqdan və yalvarışdan zövq alar. O tənha anlarında, sükundən saatlarında, gecənin sakit vaxtlarında Allahın varlığını hiss edər, özünü ona yaxın hiss edər və bunlardan həzz alar. Ona görə Həsən-ül Basri nə deyir rahimehullah? Günəş doğanda deyir, narahat oluram. Niyə görə? İnsanlarla ünsiyyətdə olacam. Amma gecə düşəndə deyir, sevinirəm ki, Rəbbimlə ünsiyyətdə olacam. Gecə namazdan həzz alacam. Rəbbimə danışacam dərdimi, sərimi, sıxıntımı. Ona görə seçilmiş insanlar gecənin son 1/3-də insanların yatdığı zaman, nəfslərin sakitləşdiyi zaman Allaha dua edib, onunla ünsiyyətdən həzz alardılar və bu şirinliyi yaşayardılar. Və heç bir dünya neməti qəlblərində olan bu şirinliyi dəyişdirə bilməzdi. Və ona bütün dünyanı versəydin, o qəlbindəki o aldığı həzzə dəyişməzdi. Subhanallah. Ona görə də müminin əsas dərdi bu olmalı. Çünki Allahı tanıyan şəxs Allahla ünsiyyət tapar. Ondan başqa hər şeylə ünsiyyət qurmaqdan çəkinər. Ona ehtiyac duyar və onun yaratdıqlarına möhtac olmaz. Mənim Rəbbim var, mən niyə sıxılmalıyam? Niyə kədərlənməliyəm? Niyə insanlar kədərlənir? Niyə bir müsibət olan kimi qəm qüssəyə düşür, sıxılır, depressiya və s. Çünki Allahla ünsiyyət qura bilməyib. Xaliqi ilə, yaradanla əlaqələri düzgün deyil. Yoxdur əlaqəsi və yaxud da əlaqəsi zəifdir və yaxud da ki, əlaqəsi maraq üzərinə qurulub. Nə deməkdir maraq? Ehtiyacım olanda Allaha yalvarıram, ehtiyacım olmayanda Allahdan uzağam. O zaman ünsiyyət qura bilər, xeyr. Çünki nə deyir Peyğəmbərimiz s.ə.v? Təarraf ilallah firrəxa, ya'rifka fişşiddə. Xoş anında Rəbbini tanı ki, çətin anında da Rəbbin səni tanısın. Rəbbin sənə yardım etsin. Allahla əlaqələr maraq üzərinə deyil, dünya nemət üçün deyil, axirət üçün qurulmalıdır. Subhanallah. Baxın altında nə deyir Peyğəmbərimizə? Elə isə işini bitirdikdə, Peyğəmbərimiz işi nə idi? İnsanlara dəvət eləmək, nə deyir? Yenidən çalış, yalnız Rəbbinə yönəl. Subhanallah. Yəni, əlavə sən insanlara dəvət etdin, onlara öyrətdin, nəsiyyət verdin, doğru yola çağırdın, həyatın çətinlikləri, ehtiyacla məşğul oldun, yorulursan, o zaman deyir, indidən yenidən ibadətə qalx. La ilahe, ibadət bitmir.
Həyat bitənə qədər davam etməlidir. Yəni həyatının çoxunu Allaha sərf elə. Dua, zikir, Allaha yaxınlıq. Allahla ünsiyyət edəndə insan dua və yalvarışdan zövq alar. Ona dua etməkdən sevinç tapar. İnsan var deyir ki, dua edə bilmirəm. Niyə? Allahla ünsiyyəti yoxdur. Və ya dua edirəm, amma o duamdan həzz almıram. Amma Allahla ünsiyyəti güclü olanda, əllərini qaldıranda bilir ki, Rəbbi onun duasına cavab verəcək. Yəqinlik var. Necə ki, Peyğəmbərlər dua edərdilər. Salihlərdən birisi gecə yata bilmir. Hər gecə sanki oyadırlar. Sən yatırsan filan kəs acdır. Yuxudan qalxır, qonşulardan soruşur, ehtiyac onda olan var, deyir, yoxdur. İkinci, üçüncü gecə atına minir, gedir məscidə. Gecənin son 3də birisində. Görür ki, bir nəfər namaz qılır, dua eləyir. Ilə. 2 rükət namaz qılandan sonra yaxınlaşır, deyir ki, ey filan kəs, bu saatda məsciddə nə inirsən? Deyir ki, ehtiyacı var, onun üçün gəlmişəm. Nə qədər ehtiyacın var? Deyir, 100 dinar borcun var. Çıxardır, verir 300 dinar. 100'ü borcunu qaytar, qalan da özün üçün. Çıxanda deyir ki, bir tanıdım mən kiməm? Deyir, yox. Tanıdım özümü? Deyir, yox. Mən filan kəsəm? Deyir, nə inirəm? Deyir, istəmirsən? Deyir, yox. Çünki deyir, lazım olanda Allah'a dua edirəm, bugün səni göndərir, başqa vaxt başqasını göndərəcək. Tanımaq belə istəmədi onu. Çünki Allahla ünsiyyəti güclüdür. Bilir ki, Rəbbinə dua edəcək, Rəbbi dərhal duasına cavab verəcək. Subhanallah. Yəni, duadan həzz almalıdır insan, dua edərkən. Bu həzz almaq üçün də əlbəttə ki, Allahla ünsiyyətin güclü olmalıdır. Bəzən də insanlar nədir? Bu nemətdən məhrumdular. Nəyə görə? Əsasən nədir? Hamımızın problemi. Əl-iftiqar ilə Allah. Ən əzəmətli qəlbi ibadət. Allaha ehtiyac duymaq. Yəni Allaha möhtaclıq hissi ilə yaşamaq. Bu qəlbi ibadətdir. Deyə bilər ki, hamımız Allaha möhtacıq. Bəli, hamımız Allaha möhtacıq. Amma bir də var ki, insan qəlbən bunu daimi yaşayır. Sadəcə dillə deyil. Biz hamımız Allahın quluyuq, Allaha möhtacıq. Bunu qəlbində hiss edir. Hər bir anında mən Rəbbimə möhtacam, mən acizəm, mən fağıram, mən miskinəm, çarəsizəm. Bax, bu hisslərlə yaşamaq. Bu ən ağır, ən çətin qəlbi ibadətlərdən birisidir. Alta buyur, ey insanlar, وَاَنْتُمُ الْفُقَرَا ilə Allah. Siz Allaha möhtaçsınız, Allah isə zəngin və tərifə layiqdir. Ona görə həyatın ləzzəti, dünya nemətləri, ömrün şirinliyi, yaşayışın gözəlliyi, ruhun rahatlığı, bunların hamısı insanın Allaha ehtiyacını hiss etməsidir. Bu qəlbi ibadəti yaşamalıdır ki, həyatın hər anında sən Allaha möhtaçsan. İnsan qəlbində bu ehtiyac hiss etdikdə ruhunda rahatlıq tapacaq, sevinç yaranacaq. Dua edirsə, Rəbbim sənə möhtacam. Yəni, insan öz əməllərlə öyünməz, özü ilə qürurlanmaz, elmi ilə, ibadəti ilə, orucu ilə, gecə namazı ilə. Nə deyər hər zaman? Ey Rəbbim, mən sənə möhtacam. Sənə aciz qulunam. Hətta dua edərkən bunu hiss etdirər. Həm dillə, həm də qəlblə. Yəni, bu anlayış insanın qəlbində kök saldıqda o zaman insan əsl zəngin odur. İçində rahatlıq, bir aydınlıq doğar, sevinci artar və Rəbbindən razı qalar. La ilahe illallah. İnsan həyatındakı əsl var dövləti Allahla ehtiyac içində yaşamasıdır. Və bu da dinimizin əsasıdır. Bax, namaz, rükû, səcdə, bütün ibadətlə insan Allah qarşısına boyun əyir. Ona təslim olur, ona ehtiyacını dilə gətirir. Ona dilə ki, ehtiyacı daimi bu ibadət hiss elimi qəlbin səcdəsidir. İnsan var, bir bədəni səcdədir, bir də var qəlbin səcdəsi. Qəlbin səcdəsi nədir? Öz ehtiyaclığını, möhtaclığını, acizliyini, fağırlığını qəlbən hiss etmək və bununla yaşamaq hər bir işində. Subhanallah. Bunu ən gözəl yaşayanlar kimlərdir? Peyğəmbərlər. Və Allah təala bizləri onları bizə nə edir? Misal çəkir Qurani Kərimdə. Yəni insan bu duyğuda yaşamasa bu dünyada həzz ala bilməyəcək.
Hər bir işində. İnsan zəngin olsa da nə deyir? Mən Rəbbim sənə möhtacam. Yəni hər bir şeyində. Əgər insan bunu yaşamasa, bu dünyadan heç bir şeydən nədir? Həzz ala bilmir. Bu da qəlbin ibadətidir. Allah Teala sevir ki, qulu bunu həm dili ilə ifadə eləsin, həm də qəlbən bunu yaşasın hər bir işində. O zaman gör ki, dualar necə qəbul olunacaq. Subhanallah. Baxın, Allah Teala Quran-ı Kərimdə misal çəkir. Peyğəmbərlər öz var dövlətlərinə, səltənətlərinə, şərəflərinə baxmayaraq Allaha qarşı ən dərin ehtiyac hissi duyan insanlar idilər. Peyğəmbərlər var idi ki, mal mülkləri var idi. Süleyman əleyhissalam, Davud əleyhissalam. Mesela İbrahim əleyhissalam çox səxavətli idi, qonaqpərvərli tanınırdı. Süleyman, Davud əleyhissalam çoxlu sərvəti var idi, mülk sahibi idi. Allah Teala buyurur. Və Peyğəmbərimiz üçün də buyurur, səni yetim gördü və sənə sığınacaq verdi. Səni ehtiyac içində gördü və səni zənginləşdirdi. Yəni, insan varlığı ilə zəngin olsa da, qəlbində Allaha qarşı hər zaman ehtiyac hissi daimi olmalıdır. Kim Allaha möhtac olduğunu hiss edərsə, Allahın yanında ən uca məqamdır. Subhanallah. İnsan ola bilər ki, əməlləri çox. Milyonla həcci olsun, nəyi olsun, amma öyünürsə ki, mən hansı əməl sahibiyəm, onun Allah dərgəndə dəyəri yoxdur. Amma insan ola bilər, vaciblərini yerinə yetirir, müstəhəb əməlləri yoxdur, hətta günahkardır, hətta böyük günahları var. Amma hər zaman qəlbində var ki, Rəbbim, mən sənin aciz qulunam. Allah dərgəndə o daha üstündür. Nəyə görə? Çünki biz hamımız fağırıq. Heç kimsə əməli ilə, bili ilə, elmi ilə öyünməsin. Allah Teala bizi müvəffəq etməsəydi, müvəffəq ola bilməzdi. Həmçinin Peyğəmbərlər bütün dualarında nə deyirlər? Ehtiyaclı duyğusu. Həmçinin Peyğəmbərimiz sallallahu aleyhi ve sellem. Ona görə insan hər bir halında nədir? Allaha möhtacdır. Subhanallah. Ona görə də bu qəlbi bir ibadətdir. Baxın, bu ibadəti ən gözəl, ən çox yaşayan kim olmuşdu? Musa aleyhissalam. Musa aleyhissalam haqqında Quran-ı Kərimdə ən çox adı çəkən Peyğəmbər. Nəyə görə? Çünki başına böyük hadisələr gəlir. Firon kimi önündə ilahlıq iddia edənin qarşısında səbr nümayiş etdirir. Hətta Misirdən çıxmalı olur. Hətta Peyğəmbərlər, baxın, heç zaman demədilər ki, ey Rəbbim, yəni Allah Teala onlara bütün şərəfi verdi, Peyğəmbər seçdi, onu ucaltdı, bir dəfə demədi ki, mən kimdənsə üstünəm. Hər şey nədir? Ey Rəbbim, sən aciz qulunam. Subhanallah. Baxın, nədir Musa aleyhissalam? Musa aleyhissalam qorxu içində ehtiyatla şəhərdən çıxdı. Qibtini öldürmüşdü. Fironun tərəfində olanlardan birisi. Gecə qaranlıqda qaçır, Mədyənə çatır. Mədyen arada Şam. Düşünün. Yolu azır, ac, susuz, heç bir şey yox, heç kim səni də tanımır. Fironun zülmündən qaçıb Musa aleyhissalam. Gəlir Mədyənə, görür ki, bulağın başında böyük su quyusu var, onun qapağını 10 nəfər qaldıra bilər. 2 dənə bacını gördü. Niyə burada gözləyirsiniz? Deyir, çobanları gözləyirik. Gələcəklər onlar gəlirlər deyir, o su quyusunun qapağını açırlar, oradan suyu arxlara tökürlər, heyvanlarını suluyurlar, biz də sonra heyvanlarına su veririk və sonra atamıza su aparırıq. Salih insan onun ataları Şuaybin qövmündən. Musa aleyhissalam çox güclüydü. Bir udara Qibtini öldürür. Tək başına o qapağı endirir, suyu oradan boşaldır, o böyük çəndən. Baxın. Sonra nə edir? Çəkildi deyir, ağacın kölgəsinə. Sakit, təvazükar. Nə dedi? Bir kəlmə dedi. La ilahe illallah. Bir kəlmə. Allah'a nə qədər möhtac olduğunu dedi. Nə dedi? Rabbi inni limə ənzəltə ileyyə min xayrin fəqir. Ey Rəbbim, mən sən tərəfindən göndəriləcək və ya veriləcək hər bir xeyrə möhtacam. Bitti. Demədi Allahım mənə yemək ver, ruzu ver, mənə iş ver, mənə evləndir. Bir kəlmə dedi.
Allah Teala onun o kəlməsini Quran-ı Kərimdə əbədiləşdirdi qiyamət gününə qədər. İnsanlara ibrət olaraq. Rabbi inni limə ənzəlt eləyyə min xeyrin fəqir. Baxın, nə deyir Peyğəmbərdir? Ey Rəbbim, sən tərəfindən göndəriləcək, veriləcək hər bir xeyrə möhtacam, yəni yoxsulam, ehtiyac içindəyəm. Musa Aleyhisselam bu duasında həm ehtiyacını Allah'a ərz elədi, həm də Allah'a tərif etdi. Nə idi tərif? Ey Rəbbim, Rəbb kəlməsi. Ona görə duaların qəbul olunmasında ən böyük səbəblərdən birisi nədir? Allahın rububiyyəti ilə Allahdan istəmək. Rabbul aləmin, göylərin, yerlərin Rəbbi. Ey Rəbbim. Dərhal nədir? Duası qəbul olundu. Dərhal. Atasının yanına qayıtdılar. Görəndə ki, bu vaxtda qoyunlarına su veriblər, su ilə gəliblər. Nə olub? Belə bir insan bizə yardım etdi. Şuayb Peyğəmbərin qövmündən salih bir insan. Atası deyir ki, iki bacılardan birisinə, ged onu çağır. Onlardan biri utanaraq, həyalı bir şəkildə gəlib dedi, atam səni dəvət edir ki, sənə su çəkdiyin əvəzinə mükafat versin. Qəsəs surəsi. Sonra nə dedi? Dedi ki, iki qızımdan birisinə səni evləndirirəm. Amma şərtin nədir? Burada qalacaqsan, işləyəcəksən. Nə qədər? 8 il. Qoyunlara baxacaqsan, kömək edəcəksən. Əgər ona tamamlasan, daha yaxşı. Musa Aleyhisselam razılaşdı. İşi də oldu, yatmağa yurt da oldu, yeməyi də oldu. Allah onu evləndirdi. Bir kəlmə ilə. Rabbi inni limə ənzəlt eləyyə min xeyrin fəqih. Ey Rəbbim, səndən gələcək hər bir xeyrə möhtacam. Heç o xeyirləri sadalanmadı. Niyə? Çünki Allah bilir onun qəlbindən nə keçir. Ona görə nə deyir alimlər? Bu ən əzəmətli dualardan birisidir. Evli üçün, sıxıntı üçün, iş üçün, hər bir şeydə. Niyə? Allahın acizliyi nədir? Etiraf vardır. La ilahe illallah. Ona görə də mümin hər zaman dualarında Allah Taala'ya acizliyini etiraf etməlidir. Baxın, deyir ki, İbn Qeyyim hər zaman deyir, İbn Teymiyyə görən belə deyir, mənim heç nəyim yoxdur, ey Rəbbim. Mən özümdə heç bir şeyəm. Əlimdə də bir şey yoxdur. Bütün mülkün sahibi sənsən. O boyda elmidir, elmi ilə öyünmür. Subhanallah. Gör nə deyir? Mən yoxsulam. Bütün ehtiyacımla Rəbbimə yönəlirəm. Mən miskin bir bəndəyəm. Bütün vəziyyətimdə acizəm. Özüm üçün heç bir fayda gətirə bilmərəm. Nə də özümdən zərəri uzaqlaşdıra bilərəm. Allahdan başqa mənə yardım edən yoxdur. Allahdan başqa mənim işimi yoluna qoyan heç kimsə yoxdur. Allahdan başqa sahib olduğum heç bir şey yoxdur. Ondan başqa heç bir yardımcım yoxdur. Ehtiyac mənim üçün daimidir. Yəni, mən onun möhtac quluyam. Heç vaxt məni tərk etməz. Yoxsulluq, fağırlıq mənim halımdır. Daim ehtiyac içindəyəm. Nəyə? Rəbbimə. Baxın, böyük alim, amma Allah Taala'ya nə edərdi? Necə müraciət edərdi? Həccə getdim, həcci deyil, yox. Və ya bir dənə iş gördüm, mən nə iş görmüşəm deyil, yox. Hər zaman acizlik, Rəbbim sənin möhtac qulunla sənə ehtiyacın var. Ona görə mümin həyatı boyu nədir? Belə olmalıdır. Peyğəmbərlərin duaları da həmişə belə idi. Baxın, Bədir döyüşü günü Rasulullah s.ə.v əllərin Bədir döyüşü, İslamda ilk döyüş. Müşriklər çox, sahabələr az. Əlini qaldırdı deyir, o qədər Allaha yalvardı deyir. O qədər yalvardı, hətta çiynindən əbası düşdü yerə deyir. Dedi, ey Rəbbim, əgər bunlar həlak olsa, yer üzərində sənə kim ibadət edəcək? La ilahe illallah. Altına inədi, mələkləri göndərdi. Yeganə döyüşdür ki, mələklər vuruşub. Bədir döyüşü. Digər döyüşlərdə mələklər gəlib kafirləri qorxuzmaq üçün. Amma yeganə döyüşdür ki, mələklər özləri vuruşublar. Niyə? Peyğəmbərimizin duasına baxın. Öz ehtiyaclığını... Demir, mən Peyğəmbərəm, baxın, sənin yolunda gəlmişəm, əziyyət çəkirəm. Xeyr. Əksinə, acizəm, sənin qulunam. Çünki bütün bunların sahibi sənsən. Altı mələkləri göndərdi. Sahabe deyir, qılıncımı qaldırdım, bir də görüm, kafirin başı uçdu deyir. Peyğəmbərə danışır deyir, dəstək deyir, o mələk deyir. Cəbrail əleyhissalamı gördü deyir, atın üzərində şığıyaraq getdi deyir. La ilahe illallah. Ona görə nədir? Hər zaman. Baxın, Peyğəmbərimiz s.ə.v bütün bu illərdən sonra Məkkə fəth olunub,
Məkkəyə daxil olur, böyük bir ordu ilə zəfər çalıb, təvazökarlığından o qədər başını aşağı əymiş gedir, mübarək saqqalı dəvənin belinə dəyirdi. La ilahe illallah. Aciz, təvazökarlıq, sənin zəif qulunam. La ilahe illallah. Gəldi nə dedi? İnsanlar gözləyirlər ki, Peyğəmbər intiqam alacaq. Dedi, gedin, hamınız azadsınız. Subhanallah. Resulullahı döyüblər. Resulullahın sahabilərini öldürüblər. Şəhid ediblər. Gözləyirlər ki, bir dənə işarə bəsdir ki, sahabilər onlar hamısı qılıncdan keçirsin. Deyik, gedin, hamınız azadsınız. Subhanallah. Baxın Peyğəmbərimizin təvazökarlığı. Həyatı boyu nədir? Mömin belə olmalıdır. Ona görə də əgər insanın qəlbində bu sevgi varsa, Allaha acizliyi etiraf varsa, o Allah dərgahında ən məqamı yüksəkdir. Hətta günahları olsa belə. Amma əməlləri çox olsun, öz elmi ilə, bacarığı ilə, sədəqəsi ilə öyünsün, Allah dərgahında onun heç bir dəyəri yox. Çünki bütün nemətlərin sahibi odur. Peyğəmbərimiz buyuruyor, əvvəlki ümmətlərdən birisi 500 illik ibadət etmişdi. 500 il. Düşünün. Bir gün gəmi atır onu sahilə. Bir adaya. Allah'a yalvar ki, ey Rəbbim, mənə imkan yarat, burada ömrün sonuna qədər sənə ibadət edeyim, səcdə edeyim. Orada bir bulaq çıxır, meyvə yiyir. Dünyasını dəyişəndən sonra Allah da onu dirildir. Deyir ki, gir rəhmətimlə cənnətə. Deyir ki, ey Rəbbim, əməlimlə. Peyğəmbərimiz rivayəti, Buxari Müslim rivayəti. Alta mələklə deyir ki, o zaman deyir, bunun əməlini ölçün. Yəni, mənim verdiyim neymətlər əməlini ölçün. Ölçdülər, deyir, ey Rəbbim, əməli qalmadı, cəhənnəmə atılmalıdır. Cəhənnəm atanı deyir ki, ey Rəbbim, rəhmətinlə. Deyir, hər bir insan Allahın rəhmətinə cənnətə girəcək. Subhanallah, yəni, etdiyimiz ibadət də Allahın rəhmətidir ki, ona həmd olsun ki, bizlər nə inəyib? Bu ibadətə müvəffəq edib Allah-u Teala. Müvəffəq etməsəydi, bəlkə sən də ibadət bilməyəcəkdin və ya birisi gedir inəyə səcdə edir, birisi gedir, nə bilim, qaloşdan kömək istəyir, birisi nə bilim, gedir, ölüdən kömək istəyir. Subhanallah. Dedi, nədir? Ey Rəbbim, səni deyir, rəhmətinlə deyir. Subhanallah. Çünki biz bütün, hər şeyimizlə nədir? Allaha məxsusdur. Allahın aciz quluyuq. Allahın verdiyi nemətləri istifadə edirik. Rəbbimizə həmd olsun. Hər zaman həyatın boyu nədir? Acizliyi hiss elə ki, Rəbbim, mən sənə nədir? Möhtacam. Yəni, bu hisslərlə yaşa. Hər bir işində, hər bir əməlində, yəni heç zaman əməllərinlə deyir, yəni heç zaman nədir? Əməllərinlə öyünmə. Subhanallah. Mömin, bax, həyatı boyu nədir? Belə olmalıdır. La ilahe illallah. Baxın, həmçin alta buyurur bir gözəl fayda. Beləliklə biz Yusufu belə mükafatlandırdıq, deyir. Yusuf surəsi 56-cı ayə. Baxın. Buradan gözəl fayda çıxardı alimlərdən birisi. Deyir, həyatında paxılların hilələrindən narahat olma. Əgər Allah səni sevirsə, o səni düşmənlərinə qarşı sənə bir plan hazırlayar, səni koruyar. Niyə? Yusufu öldürmək istədilər, amma Misrin əzzi oldu. Qəlbini Allaha bağla. Baxın, İbrahim Əleyhisselamın həyat yoldaşı əkin bitməyən bir vadidə Məkkədə tərk etdi onu. Bununla yanaşı Rəbbinə dua etdi. Onlara ruzu ver. Nə qədər bir çətin vəziyyətdə olsan da Allah hər vəziyyətdə sevinç yerləşdirir. Rəbbinə güvən, ümitsizlərdə olma. İbrahim Peyğəmbər arxasına dönüb baxmaq istəmir. Niyə? Allah əmr edib ki, orada tərk edə. Bir vadi, heç bir şey yox, bitki yox, su yox, ev yox, heç nə yox. Qadın nə deyir? Bir ki, ey İbrahim deyir. Allahu əmaraka bihədə. Bizi burada deyir, oğlum İbrahimlə tək qoyub gedirsən. Həcər. Allah əmr etdi, deyir, bəli. Hətta deyir ki, müfəssirlər arxasına baxmır. Ne evladını qoyub, balaca evladını, atadır, qəlbində birdən şəfqət yaranar. Amma Allah əmr edir ki, orada tərk edəcəksən. Ən son nə çağırır? Ey İbrahim! Allah əmr etdi, deyir, bəli. Qadındakı yəqinliyə bax. Deyir, o zaman deyir, Allah bizi tək qoymaz. Subhanallah. Və onun o əməlini Allah-u Teala qiyamət gününə qədər əbədləşdirdi. Safa Mərvə arasında qaçır, su axtarır. Niyə? Yeməkləri qutarır, su qutarır.
Allah Teala kimi göndərir? Cəbraili göndərir. Ged o yerə vur. Oradan su çıxacaq ta qiyamət gününə qədər zəmzəm. La ilahe illallah. Sonra yığışdı qəbilələr. Orada ev tikiləcək. Subhanallah. Yəni Allaha güvən bu deməkdir. Baxın. Ağrılarımız və yaralarımız ümid dağlarına ehtiyac duyur ki, bizi abad etsin. Hər bir ümidsizlik nöqtəmizi diriltsin. Ta ki qəlbimizdə deyir Allaha güvən canlansın. Yəni bizim Rəbbimiz həm rəhim və görən Rəbbimizdir. O bir göz qırpımında vəziyyəti dəyişdirər. Rəbbinin mərhəmətindən ancaq azğınlar ümidini üzər deyə Allah da Quran-ı Kərimdə. Kim ki çətin vəziyyətin dəyişməyəcəyini düşürür, səhv edir. Çünki Allahla ünsiyyəti zəifdir, güvən yoxdur. Musanın, baxın, Musa üçün dənizi asa ilə yardı. İbrahimə ateşin içine attılar, ateşe salamatçılıq eylədi. Əyyub xəstələndi, 18 il herkes terk etti. Düşünün. Üzərində iğne deşiği qədər də belə sağ yeri qalmamış, irin tökülür bədəndən. Bir dənə həyat yoldaşı qalmışdı yanında. Allah da bir göz qırpımında şəfa verdi. Allah da sınayır bizləri, yoxlayır. Sizi deyir, xeyirlə, şərlə imtihan edəcəm deyir. Niyə? Soruşma ixtiyarımız yoxdur. Niyə? Biz kimi ki soruşalım, niyə? فَاِلَيْنَا تُرْجَعُونَ İmtihandan ya çıxacaqsan, ya çıxmayacaqsan. Amma nə deyir? Bizə qayıtacaqsan. Yəni, axirət dünyasına qayıtacaqsan. Hesaba qayıtacaqsan. Allahın ədalətinə baxın. Bütün insanları, zəngin, fağır, fərq yoxdur. Hamısını toplayır bərzaq dünyasında, yerin altında, bərzaq dünyasında. Hamısını orada toplayır. Hamısı oraya getməlidir. Bu Allahın qanunudur. Cənnət, cəhənnəmi görmək üçün üstdən tullanı belə trampolin zad yoxdur. Girməlisən torpağın altına. Zəngin ol, kasıb ol, təkəbbürlü ol, kim istəyirsən ol. Hamısını toplayır yerin altında, bərzaq dünyasında. Əslində o böyük bir həbisxanadır kafirlər üçün. Çıxa da bilmirsən, qiyamət gününə qədər orada qalacaqsan. Ya qəbir, cənnət bağçası, ya da cəhənnəm çuxuru. Bu Allahın qüdrəti deyilmi? Kim Allahın qüdrətinə qarşı gələ bilər? Heç kimsə. Baxın, Allah cəlal sahibi olan, hər bir sənin vəziyyətini dəyişməyə qadir olan deyilmi? Əlbəttə qadirdir. Baxın, nədir? Biz onu kədərdən qurtardıq. Möminləri də belə qurtarırıq. Nədir? Ənbiya surəsi. Yunus Peyğəmbər. Allah da bizə buyurur ki, çətinliklərdən, sıxıntılardan, dərd və ağrılardan qurtuluş yalnız Yunus Peyğəmbərə aid deyil. Biz möminləri də belə xilas edirik. Allah da Yunus Peyğəmbəri niyə qurtardı? Deyir ki, فَلَوْلَا أَنَّهُ كَانَ مِنَ الْمُسَبِّحِينَ Eğer Allah'ı deyir, xatırlayanlardan olmasaydı, qiyamət gününə qədər onu balığın qanında saxlayardım deyir. Ol deyər, olar. Kim qarşı gələ bilər? Niyə? Allah'ı hər halında Allah'ı xatırlayırdı. Çətin anında da bir kəlmə dedi. La ilahe illə əntə subhanək inni kuntu minəz zalimin. Dedi mi Allah məni xilas edə? Yox. La ilahe illə ənt. Səndən başqa ibadət, haqq məbud yoxdur. Subhanək. Sən paksan, nöqsanlardan uzaqsan. İnni kuntu minəz zalimin. Bu etiraf budur. Mən deyir, öz nəslimə zülm edənlərdə olmuşam. Yəni acizəm. Nə deyir? Dərhal cavab gəldi deyir. La ilahe illallah. Ona görə mömin rahatdır, arxain ol. Baxın Allah deyir ki, Kəhf surəsində 25-ci ayədə o gənclər ki iman gətirmişdilər. Allah Teala onlara öz gücünü göstərdi, qüdrətini göstərdi. Onlara bir kəramət bəxş elədi. 309 il onları saxladı mağarada. O mağaraya heç kimsə də yaxınlaşıb içəri girə bilmədi. Girəni vahimə basıb qaçırdı. La ilahe illallah. Onları koruyan kim idi mağarada? Uca Allah Teala. Sonra onları diriltdi, göstərdi ki, Allah hər şeyə qadirdir. Ona görə qorxma, kədərlənmə, ümidsiz olma. Səni koruyan uca Rəbbin var. Sənin sıxıntılarını, ağır dərdlərini aradan qaldırar. Həqiqətən də nə deyir? Bax, Nəcm surəsi. Güldürən də odur, ağladan da odur. La ilahe illallah. Yəni səni ağladan göz yaşlarını sevinç və rahatlıq göz yaşlarına çevirməyə qadir olan kimdir? Yenə uca Allah Teala. Ona görə ümidini itirmə, kədərlənmə. Sənin Rəbbin mərhəmətlidir. Siz Allah barəsində pis gümandaydınız.
Nədir pis güman? Sınaqla qarşılaşanda Allah haqqında düşüncələrinizi pis düzəldin deyir. Gözəl düşün. Yəni Rəbbim qadirdir mənim sıxıntını aradan qaldırmağa. Baxın Allahın gücünə. Beləliklə onlar üçün dənizdə deyir, quru yol açdıq deyir. Şuara surəsi. Baxın deyir, bu ayənin çox mənası var. Kim? Musa əleyhissalam. Böyük Firon ordusu arxada yaxınlaşıb, önlərində də dəniz. Bəni İsrail həmişə nə olub? Nankör. Möcüzələr gəlir, gedib buzova ibadət edirlər. Musa əleyhissalam yanlarında da innələ mudrakun. Yəni sən ki deməksə biz sənə mi iman gətirdi? Sənə iman gətirdiyi başımıza gələn qalmadı. Nədir? İnnələ mudrakun. Bizi yaxalayacaqlar. Firon bütün ordusu ilə çıxıb. Özünü də yerinə imanını gizlədən öz əmi olsun qoyub. Misirə. Özün xəbəri yoxdur ki, Allah da bir anda hər şey əlindən alacaq. Möminə qaldı bütün hər şey. İnnələ mudrakun. Yaxalanacaq. Musa əleyhissalam da imana baxın. Kəllə. Heç zaman. İnnə mə'yə Rabbi səyəhdin. Mənim Rəbbim var, deyir. Mənə yol göstərəcək, deyir. Dərhal nə dedi? Ey Musa, vur asa ilə dənizə. Deyir, beləliklə onlar üçün dənizə quru yol açdıq, deyir. Bax, quru yol. Yəni Musa əleyhissalamın qövmü dənizini keçə bilərdi. Hətta palçıq, lil içində olsa belə. Niyə? Düşməndən qorunursan, ayağın batsın. Amma Allah da deyir, xeyr, quru olmalıdır, deyir. Ayağınız da batmayacaq, deyir. Çünki Allah da bir şey istəyəndə ol deyir, bitdi. Heç kimsə ona qarşı gələ bilmər. Düşün, o dənizin dibindən keçilər, ayaqlarına palçıq da batmır. Niyə? Allah elə istəyir? Çünki o səxavətlidir. Nemətlərini verəndə, mükafatını verəndə bax belə verir. Əgər ümidini itirdiyin hiss edirsənsə, o zaman Rəbbinə güvən. Çünki o hər şeyə qadirdir. Subhanallah. Bir anda ol deyər, o da olar. Musa əleyhissalam dənizdən keçir, dalğalar deyir, dağlar boyda qayıdıb ağacı vurmasını deyir ki, asasını deyir, vurma deyir. وَتْرُكُ الْبَحْرَ رَحْوَ. Tərk elə, vurma. Niyə? فَاِنَّهُ مُغْرَقُونَ. Onlar hamısını batıracam deyir. Musa əleyhissalam elə bilmir, bu keçdi, onlara nə olacaq? Rabbul Ələmin dedi, وَتْرُكُ الْبَحْرَ رَحْوَ. Olduğu kimi tərk elə. فَاِنَّهُ مُغْرَقُونَ. Hamısı deyir, həlak olacaq deyir. O anda dənizin ortasına girəndə birdən o dağlar neynədi? Bağlandı. Firon nə deyir? Əməntu bi Rabbi Musa. Musa'nın Rəbbinə iman gətirdim deyir. Altına deyir, əl-ən, indi və qad asaytə min qabl. Bundan əvvəl asi oldun. Artıq gecdir. Can boğazdan çıxanda qəbul edilmir daha. İman gətirmək. Onu da neynədi? Allah da orada neynədi? Qərq eylədi. Yəni, mümin hər zaman ümidli olmalıdır. Allahın rəhmətinə ümidi üzmək ən böyük günahlardan birisidir. Çünki o zaman sən nədir? Rəbbinə inanmırsan. Sənin imanın zəifdir. Bəzi insanlar kimi. Ona görə nədir? Allah hər şeyə nədir? Qadirdir. Bu imanla yaşamalar. Çünki Allah ki, bir şey ol deyər olar. Sən düşün ki, o qədər əzəmətlidir ki, uca Allah-u Teala, o qədər böyüdür ki, uca Allah-u Teala, hansı ki, ilahlı iddiasını edən Nəmrudları həlak elədi. Siz düşünün, Musa əleyhissalam Mədyəndə 10 il qalır, indi həyat yoldaşından qayıdır Misirə, qayıdarkən yolu azır yenə də. İldırımlar şimşək çaxır. Görür ki, uzaqdan bir atəş var. O zaman kəndlərin girişində atəş yandırarlar, yemək qoyarlar ki, yoldan keçən müsafir orada sığınsın, yatsın, yemək yesin. Musa əleyhissalam deyir ki, həyat yoldaşına, gözlə, gedim atəşdən gətirim. Yəni, gedim görüm nə var. Oraya gedir, görür ki, yağış yağır, şimşək yağır, ağac yanır. Necə yana bilər ağac? İldırım çaxır, ağac yanır. Musa əleyhissalam qorxur. Bu uyğun bir şey deyil, ağacın yanması. Bu ildırım çaxır. O arada Allah ondan danışır. Sadəcə ona möcüzə göstərir. Deyir ki, Musa'ya nə deyir? Ən innəni ən Allah. Subhanallah. Musa dəhşətə gəlir. Deyir, mənəm Allah deyir. Fə'budni, mənə ibadət eylə. La ilahe illallah. Musa əleyhissalam qaçır. Deyir, Musa hara qaçırsan? La ilahe. Yəni Allah hər şey qadirdir. Müminin imanı belə olmalıdır. Hər bir işində Allaha güvən. Allahın ünsiyyətini gücdə ilə. Zikirlə, dua ilə, ibadətlə, gecə namazı ilə.
və qəlbində hər zaman Allaha qarşı gözəlsən. Rəbbim qadirdir, dualarımı qəbul edəcək, sıxıntıdan xilas edəcək və məni bu dünyadan müsəlman olaraq köçürəcək. Subhanallah. Çünki bu dünya müvəqqətidir. Nə qədər yaşayacaq ki bu dünyada? Dünyanın çoxu da gedib. Yəni bir insan nə qədər yaşayacaq ki? Əsas nədir? Allah dərgahına necə köçəcəksən? Hansı imanla köçəcəksən? Ondan razısan, qəlbində razılıq var, yoxsa hələ də dünyada bəzi əldə etməklərinə görə üzülürsən? Hansı ki, əgər Allah Teala dünyanı sevdiyinə də verər, sevmədiyinə verər. Amma dinini, imanı yalnız sevdiyinə verər. Əgər doğru yoldasansa, ibadət əhlisənsə, Allah səni sevib. Allahın sevdiyi qullarındansan. Daha sən nə istəməlisən ki Rəbbindən? La ilahe illallah. Allah da səni cənnətə hazırlayır, sən də narazısan. Subhanallah. Gözəl bir söz var, deyir ki, qeyb aləmdə deyir, kəfənlərimiz hazırlanır, biz hələ də dünya ilə məşğuluq. Hamımızın kəfəni hazırdır. Möminin 2 dənə kəfəni var. Birinci kəfən hansıdır? Ölüm mələyi gələndə köməkçi mələklər gətirdiyi kəfən, cənnətdən olan kəfən. O mələklərin kəfənidir. Onun ruhunu o kəfənə qoyurlar. Kafirin isə cəhənnəmdən olan kəfən. Murdar qoxulu bir kəfən. Bədəni də burada insanlar neynirlər? Yuyub kəfənləyirlər. Amma ruhu qaldırılır ta 7-ci səmaya qədər. Və sonra yenidən gətirilir qəbrə. O zaman insan nə deyir? Yə leytəni qaddamtu li həyati. Bax, demə dünya üçün. Kaş ki, əsl həyatım üçün hazırlıq görərdim. O dünyanı həyatı adlandırır, əsl həyatı. Bu dünyanı deyil. Bilir ki, bu dünya nədir? Bitdi. Daha bir də bu dünyaya qayıtmayacaq. Subhanallah. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm nə buyurur? Deyir ki, bu dünyanın nisbəti axirətdə sizdən birinizin deyir, barmağını salsın dənizə, çıxarsın deyir. O barmağın ucunda çıxan su qədər deyildir. İnsanlara böyük gələn dünya. Həmçində cəhənnəm elədir, Allah qorusun. Səhv edərsən, çaşarsan, özünə güvənərsən, öyünərsən, Allah imanı əlindən alar. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, hələ kafirlərə Allah Taala'nın verdiyi ziyafət, şəcərətə zəqqum, zəqqum ağacı deyir, zəqqum meyvəsidir. Peyğəmbərimiz deyir ki, ondan deyir, bir damla, bir damcı deyir, bu dünyaya düşsəydi deyir, bütün insanların həyatını deyir, məhv edərdi deyir, qoxusundan dayana bilməzdilər. Peyğəmbərimiz buyurur bir gün sahabələrə, bu meçiddə deyir, 100 min insan olsaydı deyir, cəhənnəm əhlinə bir nəfər nəfəs alsaydı, hamısını yandırardı deyir. Dəydim bu dünyaya görə, dəymədi. Nə aparacaq bu dünyadan? Heç nə. Ancaq yaxşı əməllərimiz. Ona görə nə deyir öləndə insan? Rabbirci'uni, ey Rəbbi məni qaytar. Niyə? Ləəlli əməlu salihən fīmə tərək. Zay etdiyim o günlərin əvəzən yaxşı əməllər görüm. Nə deyir? Kəllə, heç zaman. İnnəhə kəlimətuna və qailuhə. Onun dediyi boş sözdür. Və min vəraihim bərzəxun ilə yevmi yub'asun. Bitti. Qiyamət gününə qədər bərzəx dünyasında qalacaqsın. Bərzəx nədir? Axirət. Başqa bir dünya. İnsanın indi gözündə pərdə var, görmür. Amma ölüm mələyi yaxınlaşanda o pərdə qaldırılır. İnsan nəyə görə baxır? Görür ki, tamamilə başqa bir səma. Mələklər eynir, mələklər qalxır. Ya müjdəliyirlər, ya da cəhənnəmlə müjdəliyirlər kafiri. O zaman nədir? İstəmir bu dünyadan köçmək. Amma əlimizdədir, xeyr. Allah sonumuzu gözəl eyləsin. Allah da bizləri cənnət əhli eyləsin. Allah da dünyasını dəyişən valideynlərimizin məkanını cənnət eyləsin. Allah Teala hər zaman bizləri xeyir işlərə müvəffəq eyləsin. Allah Teala bu gözəl vətənimizi qorusun. Əmin-amanlığımız daimi olsun. Allah əskərlərimizi qorusun. Vətənimizə xidmət əskərlərimizi qorusun. Şəhidlərimizə qəni-qəni rəhmət eyləsin. Allah qazilərimizi qorusun. Allah Teala bu ölkəmizə qarşı kim fitnə fəsad qurursa, onları öz fəsadlarında həlak eyləsin. Allah Teala evladlarımızı salih qullarına eyləsin. Evladı olmayanlara salih övladlar nəsib eyləsin. Allah Teala bizləri hər zaman xeyir işlərdə müvəffəq eyləsin. Allah Teala sonumuzu gözəl eyləsin. Gözəl sonluqla bu dünyadan köçməyi nəsib eyləsin. Amin.